oktyabrın axırı, noyabrın əvvəli, bugün noyabrın 3-üdür. Bircə dəfə buludda hava görmüşəm. Salam Mələkəm, necəsən? Bircə dəfə buludda hava görmüşəm. O buludda havadakı, baxın, belə. Yenə də günəş batmağı var. Bir də həyata gəlsəniz, Allahdan diləyin ki, sizi bu şəhərdə pişik yaratsın. Onlara burada hər şərait var. Və ən sevimli bəndələrdir. Rəssamlar da var. Bəli. Tanıyan tanıdı kimdir? Otellərdənsə belə açıq bulvarı olan yer daha yaxşıdır. Bax, bizim qaldığımız yerdə Kleopatra, hansı ki Damlataş tərəfdədir. Orada da birinci liniyada ancaq parkdır. Orada otel yoxdur. O da çox xoş gəlir. Amma arada naruşeniyalar ediblər. Və o da bu gözəlliyi nisbətən pozub. Bu heykəllərin arası ilə gedirik, amma axıracan gedəcəyik. Görək, bulvar harda bitir. Baxın, ada apart otel. Çox gözəl yerdədir əslində. Çox gözəl görünüşlə. Hamı oturub zakata baxmağa. Amma biz gedirik. Biz axıra qədər gedirik, çünki günüş hələ yuxarıdadır. Burada konkret otellər deyil, ancaq apart otellərdir. Və düz dənizin yanında. Nəyi pisdir ki? Baxın. Biz oradan gəlmişik, bax, Kleopatradan. Kleopatra deyəndə ki, bütün bu plajın adı Kleopatradır. Sadəcə olaraq o baş Damlataş sayılır. Damlataş mağarasının yanı. Deyirəm, nə yaxşı kurtka götürmədim. Dedim, hava buludludur, axşam soyuğu olar. Bəlkə kurtka götürüm. Yaxşı ki, götürməmişəm. Baxın, bir dənə havanın temperaturunu bundan başa düşə bilərsiniz. Necə istidir. Nə qəşəng meyvələr, soklar verilir, hər şey. Sadəcə olaraq, ay nə gözəl görünüş. Necə gözəl burada atmosfer var. Heç vaxt hiss edə bilirsiniz, yoxsa yox bilmirəm. Bunlar da burada basketbol oynayırlar, voleybol. Bunlar da burada özləri üçün stul gətiriblər, oturublar, yeyirlər, istirahət eləyirlər. O birisi də orada hələ hindi girir dənizə çimməyə. Əslində ən gözəl vaxtı dənizə girməyin, ən gözəl vaxtıdır. Ən içində oturublar. Buradasa güneş batır, ne güzel. Böyle pis çıxmasın, heykel olmağına heykəllərdir. Amma belə, nə bilim valla, ayaqdır bu. Mən elə başa düşürəm. Elə gözəl mənzərədə sizə bir çətin sual verəcəm. Baxın, görün, bu heykəl nə deməkdir? Düzün deyim, mən tapmışam.
Biraz başınızı işlətsəz, siz də tapa bilərsiniz. Və bu mənzərəyə baxışla öpürəm hamınızı. Nərgiz dedisə eləməlidir. Bir ipucu verim başqa heykəli göstərməklə. Yəqin başa düşdünüz, bu Asminoqdur. Bəli. Həyata çox dar çərçivədən baxmayın. Həyat çox geniş, çox imkanları olan bir mövhumdur. Həyatın hər şeyindən istifadə etməyi bacarın. Dənizi ağuşuna almış şəhər. Aradır, buradır. Arada belə heykəllər var, heç də başa düşmürəm. Ona görə də sizə göstərmirəm. Şöyle bir çeken olmadı. Bak şimdiden kiracıya gönderdi. Simitçiye verdi dairesini de bunu kirayı vermemiş. Güzelliğe bakın. Ay Allah. Bəli. Axın, gəlib parkın sonuna çatırıq. Nərgiz dedisə, mütləq eləyəcək, mütləq. Mən dükanları gəzməkdənsə, bu mənzərəyə baxmağı üstün tuturam. Yeri gəlmişkən, onsuz da bura çox bahalıqdır, inanın Allaha. Məsələ ondadır ki, keyfiyyətsiz mallar baha satırlar. Rusiyadan gələnlər çoxdur. Onlar bilirsiniz də, biraz blokadadadır. Mal getmir onlara, heç hardan demək olar ki. Ona görə onlar nə gəldi, o gördü xarici şey alırlar. Xarici mal. Bunlar da ona görə qiymətləri qaldırıb qoyublar kəllə çarxı. Deyirsən, axırıncı dükandır. Çoxu axşam idmanı kimi qaçırlar, uçurlar. Biz nə qaçmırıq, nə uçmuruq. Sadəcə gəzirik. Hamısından rahat və gözəl. Niyə əziyyət çəkməlisən ki? Ona baxın. Başınıza soğuq dəyib. Oradan indi güppultu ilə dəyəcəksiniz aşağı. Bax, onlar hamısı gəlib düşürlər burada, bulvara. Baxın, onların düşən yerlərinə gedik çataq göstərim sizə. Baxın, uyuzu yavaş-yavaş yaxınlaşır və bunlar hamısı düşəcəklər aşağı. Aeroplanlar. Gözəllik isə davam edir. Aha, deyə o düşdü. Baxın, o düşdü. Onu görmədik. İndi bunlara gedək çataq. Bax, bunları göstərəcəm sizə. Necə düşək, biri düşdü, qutardı. İndi bu birisilər yaxınlaşırlar. Dağın gözəlliyinə baxın, düşən yerləri buradır. Gəlirlər burada. Aha, o birisilər də yavaş-yavaş yaxınlaşırlar. İndi düşəcəklər. Bu da bunun paraşutudur. Bu gözəllikdə paraşutda uçub aeroplanda uçub düşmək istəyərdinizmi? Baxın, gəlir. Baxın, baxın, baxın. Bax, indi düşəcək yerə. Ne güzel ya. Ay.
Ne güzel, estetik. Gerçek eğlence. Özlərini də işlədirlər. Deyir, tut yeşiyin ucun, paraşutumuzu dolduraq içinə. Siz, bizi nə qədər pul verir bu? Özünü də işlədirlər. Özü də necə xoşbəxtdir. Zaten belə gözəl yerdədir. Və emosiyaya dəyərdir. Bu da geldi. Aeroplanların yere düşen yeridir. Axırda da özlərini işlədirlər hamısını. Tutucundan paraşutları dolduraq içinə. Böyle bir güzel yerde, aeroplanda uçmak isterdiniz mi? Görün Nergis Hanım sizin için ne yerler tapır. Çok egzotik oldu. Çok çok. Aslında bugün en bulutlu bir günüydü. Ama bu bulutlu günden bulutlu bir günüydü. Bu bulutlu bir günden ne güzel bir gün yaşadık biz. Sizlerle bir yerde. Şeydeki Caz Korpan'ın ben size demedim mi uçacak bu hava? Bulvarın axırına geldik, çatdıq. Bulvar bitti. Yerini bildiniz. Bulvarın en sonunda aeroplanların yere düşen yeri. Ne güzel ya. Ben istəyirəm sadece siz bunu görəsiniz. Bu cür bulutlu günün sonuna bakın. Güneşine bakın. Ha? Gece gelir batmağa. Bu ne? Bu ne? Yarısı gelir yavaş yavaş. Saat 6'ya kalıp 10 dakika. Güneşin yarısı yok. Bu kadar güneş batmalar olur. Hiçbiri birbirine oxşamır. Her defa yeni renkler, yeni çalarlar. Bu bir möcüzədir. Bu mucize. Allah'ın yarattığı mucize. Ay Allah. Renklere bakın. Güneş özü yoktu, batıp. Ama renklere bakın. Bir mucize. Renklere bakın. Renklere bakın. Bu bir mucizedir.
Bu bir möcüzə. Oturduğum yerə baxın. Bəli, nə qədər də gözəl olsa tərpənmək lazımdır. Baxın, mənə maraqlı gələn bilirsiniz nə oldu? Bu tərəfin rəngləri necə bu tərəfə keçə bilər? Onu mənim başa salın da, xahiş eləyirəm. Buludların rəngini görürsünüz. Günəş tam əks tərəfdə batıb. Necə ola bilər o? Buludlara baxın, qırmızı. Amma günəş əks tərəfdə batıb. Görürsünüz nə gözəlliklər göstərirəm sizə.